Salam müəllimlər, hər vaxtınız xeyirli olsun. Salam müəllimə. Gününüz xeyir olsun. Axşamınız xeyir Hər olsun. vaxtınız xeyir olsun. Axşamınız xeyir. Axşam Herkese uğurlar. Amin inşallah. Hər birinizə uğurlar arzu Çok edirəm. sağ olun Samire müəllimə. Allah razı olsun. Var olasınız. Siz də sağ olun. Bugün yəni həmişə ümumiyyətlə mən ilk dərsi ödənişsiz keçirəm. Amma qrupda çox olanda keçə Tamam, bilmirəm. axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Google Meet maksimum 100 nəfər tutur. Amma gördüm yox çatdıra bilmirəm daxil etməyə. Ona görə dərsi keçdim. Xeyirli uğurlu olsun. Bu bizim ilk dərsimizdir. Tanışlıq dərsidir. Yəni qrup haqqında, dərslər haqqında sizə məlumat verəcəm, tapşırıqlar verəcəm müəllimlər ki, bu may sürət kurikulum qrupunda dərslərimiz necə davam edəcək. Deməli müəllimlər, bu gündən başlayırıq, bu gündən. Biz hansı vəsaitdən istifadə edəcəyik? Biz deməli istifadə edəcəyik müəllimlər Curriculum Time 2024 vəsaitindən. 2024 vəsait və testindən. Yəni satışda soruşsanız var kitab. Sadəcə indi bilmirəm deyirlər desən 2025 gələcək. Onu dəqiq bilmirəm. Amma hələ ki əlimizdə olan bu 2024-dən istifadə edəcəyik. Bir də ki hər mövzuya uyğun 2023 varsa siz də istifadə edə bilərsiniz. Problem yoxdur. Orada bəzi dəyişikliklər var, bir 5%. Onu da mən zaten onsuz da PDF-i göndərirəm. Kimdə 2023-dürsə istifadə edə bilər. Heç bir problem yoxdur. Amma 2022-dirsə o köhnədir. Yəni o artıq köhnədir. Siz yenilənməlisiniz. Ən azından 2024-də almalısınız. Mikrofonları bağlayaq müəllimlər, xahiş edirəm. Nəzarət edək mikrofona, görüntüyə nəzarət edək. Çünki dərs yazılır, dərs YouTube kanalında paylaşılacaq. Deməli hər bir dərsin qısa konspekti var, amma kitab daha genişdir də. Yəni tövsiyə edərəm ki, kitabdan daha faydalanasınız. Bu kitabın kimdə yoxdursa PDF-ini dərsdən sonra göndərəcəm müəllimlər. PDF-indən də faydalanacaqsınız. Deməli dərslərimiz necə olacaq? Əsas bunun haqqında sizə məlumat verim. Dərslərimizin formatı necə olacaq müəllimlər? Vaxtınıza az qalıb, material da çoxdur. Ona görə bu qrupda dərs izahı olmayacaq. Mən əvvəl video yazılını göndərəcəm. Məsəl üçün video yazılarımda 15 dəqiqə, 20 dəqiqə, daha 1 saat, 2 saat deyil də ki, sizin vaxtınıza da az qalıb, heç hövsələniz də çatmayacaq, heç vaxtınız da çatmayacaq ki, oturub 1-2 saatlıq video yazılara baxasınız. Yəni hər mövzuya aid 15 dəqiqəlik, 20 dəqiqəlik video yazılarım var. Onu əvvəlcədən qrupa göndərəcəm. Məsəl üçün növbəti dərsimiz həftənin 2-ci günü olacaq. Ümumiyyətlə dərslərimiz həftənin 2-ci və 4-cü günü. Baxın müəllimlər, qeyd edim. Həftənin 2-ci və 4-cü günü mən hər zaman dərslərimi 20-30-da keçirəm, amma deməli indi siz daha çox ixtisasa önəm verirsiniz. Bilirəm, ixtisas təlimləriniz var, çoxunuzda gəlib üst-üstə düşür. Ona görə mən qərara gəldim ki, 20-30-da yox, saat 22:00-da keçim. Nəyə görə? Çünki zaten mövzuları əvvəlcədən göndərirəm. Məsələn, hər dəfə 2 mövzu, 3 mövzu, bir 15-20 dəqiqəlik mövzu göndərəcəm. O mövzulara aid WhatsApp üzərində sual-cavab, bir də WhatsApp üzərində situasiya işləyəcəyik. Mövzuya aid situasiya işləyəcəyik. Nəyə görə bunu dərsdə, onlayn dərsdə eləmirəm? Çünki onlayn dərsdə eləsəm, biz az test işləyəcəyik müəllimlər. Yəni məsələn 10 dənə, maksimum 10 dənə, 15 dənə test işləyəcək. Amma WhatsApp üzərindən olsa daha çox həm mən sürətli sual-cavab edəcəm, həm də WhatsApp üzərində çoxlu test işləyəcəyik. Situasiya tipli test işləyəcəyik. 2-ci, 4-cü gün saat 00. Uyğundur müəllimlər, hər birinizə uyğundur. Çünki mənə şəxsiyə yazırsınız ki, Samir müəllim 20:30-da dərsim var, 20:00-da dərsim var. Axşamınız xeyir. Axşam Məndə 10 dəqiqə fərq eləyir hardasa. O birisi dərsdən biraz geç çıxıram. Harsa indilərdə qurtarır dərsim. İndilər. Yəni indi daha çox sizə ixtisas lazımdır. Yəni bal gətirir, ixtisas sizə daha çox bal gətirir və mənə müraciət edənlər çoxdur ki, ay müəllimə, bəs bizdə ixtisas dərslərimizi də artırmışıq, üst-üstə düşür. Mən ona görə mən saat 10-da heç vaxt dərs almıram müəllimlər. Samire saatları olsa biraz geç saatı.
Məsələn, saat 9-da başlasa. Biraz da gec olsa, mən sizə bir şey deyim. Mən artıq onu gec qutaram axı. Biraz gec yox, sərf eləmir axı mənə. Mən maksimum Axşamı xeyir müəllimlər. axşamınız xeyirli olsun. Axşamınız Samira müəllim, bir dəqiqə olar. Zəhmət olun. Bu qrupda fizikada sertifikasiya hazırlaşanlar var da yəqin. Üzrlü sayın sizin. əlbəttə var. Onu müəllimə Bəli. Hansı söz deyirəm, olar mı? müəllimə Yetmiyyəti. Başqa müəllim haqqında sorsanız, onu mən şəxsimə yazım, mən sizə müəllim yönəldirəm. Tamam. Yaxşı. Qrupa yazın, şəxsiyə yazın. Da burada dərs vaxtıdır. Bəli, bəli. Müəllimə, olar mı? Çox gec olmaya da, məsələn, indi yaxşıdır, 9-un yarısı, 9 tamamda belə Mən hər yaxşıdır. zaman Çox gec olanda elə bil ki, mən yoruluram. Şey olmur, mənə elə bil heç nə çatmır. 20 Məsələn, 22-30-da deyirsiniz də. Mən hər zaman 20-30-da keçirəm. 20:00-da, 20:30-da. Yəni problem deyil. Mənim bu gün dərsim sizə uyğundur. Sadəcə o qədər mənə yazıblar ki, müəllimə bəs ixtisasla üst-üstə düşür. 22 olur. Bəlkə bunu 20:00 elədim. Baxarıq müəllimə. Qrupda bir müzakirə Yəni edək. çox gec. Görək. 20:00 daha yaxşı deyil müəllim. Yoruluram deyə. Elə bil sabah yadımda qalmayacaq. Siz biz axşam nə dərsi Ay müəllimə, bir dənə siz yorulursunuz, ona yorulmur axı. Aha, yaxşı. Yox, müəllimə. ümumiyyətlə, yəni hamıda o yəqin ki, Müəllimə, ən yaxşı elə bugünkü saatdır. Cüt günlər bugünkü saat. Deməli, mikrofonları bağlayaq. Xahiş edirəm. Çox xahiş edirəm müəllimə. Bizim dərsimiz canlı olmayacaq, nərhad olmayacaq. Zaten mesajlar WhatsApp qrupunda qalacaq. Yəni mən sizin hər birinizi 2 qrupa əlavə eləmişəm. Həm qayda qrupu, burada baxın, həm qayda qrupu, həm də bir dənə baxım qayda qrupuna. Həm qayda qrupuna əlavə etmişəm, həm də dərs qrupuna. Qayda qrupunda mən yalnız video yazıları göndərəcəm. Baxın, hər birinizi qayda qrupuna əlavə eləmişəm. Video yazını göndərəcəm. Əvvəlcədən deyəcəm, baxın müəllimlər, həftənin 2-ci günü bu 2 mövzuya aid, 3 mövzuya aid WhatsApp üzərində sual-cavab edəcəm. Mən 22:00-a yazdım ki, hamımıza uyğun olsun. İndi onu burada müzakirəsini aparmırıq. Ola bilər yarım saat belə, yarım saat elə onu qrupda danışarıq. Xahiş edirəm. Buna qrupda deməli müzakirə edərik. Görək kim çoxluq hara hansını istəsə mən onu edəcəm. Belə müəllimlər, deməli müəllimlər, nə edək? Gəlin indi. Mən düzdür. Bu günə dərs verməmişəm, bu günə. Biz 2 ay davam edəcəyik. Bu saatı qrupla müəyyənləşdirəcəm. Ödənişli qrupu müəllimlərlə müəyyənləşdirəcəm. Yarım saat o tərəfdə problem deyil, onu eləyərik. Bu elə də problemli bir məsələ deyil. Deməli, dərslərimiz həftədə 2 dəfə dedik. Dərslərin video yazısı var. Bütün dərslərin video yazısı var. Yəni müəllimlər deyə bilər ki, iştirak etmədim, bəs onda necə olacaq? Nərhad olmayın. Hər dərsin deməli video yazısı var. Sonra nə dedim? Mən PDF-lərim, əsas PDF-lərimdə onu çıxardacağıq. Belə, bu günə mövzu verməmişdim müəllimlər. Amma mən növbəti dəfəyə video dərs verirəm. İlk 2 dərs hələ ki götürək. Çünki mövzumuz, qrupumuz yenidir. İstəmirəm birdən-birə sizi yüklüyüm. Ona görə ilk 2 mövzunu götürürük müəllimlər. İlk 2 mövzunu götürürük və biz hansı mövzuları? Birinci mövzu ilə ikinci mövzu. Time 2024. Birinci mövzu nədir? Kurikulum nədir? İkinci də açım kitabı. Deməli, kurikulum nədir? Təhsil qanunu və ümumi təhsil haqqında qanun. Aha, bu 2 mövzunu PDF-ini dərsdən sonra göndərəcəm, sual-cavab edəcək. Aydın oldu. İndi bu günə mən mövzu verməmişəm deyə. Bizim ilk dərsimizdir. Tanışlıq dərsimizdir müəllimlər. Ona görə istəyirəm ki, kurikulumdan ümumi sual-cavab edək. Görək səviyyə necədir. Görək imtahana yaxın, yəqin ki, sizin çoxlarınızın artıq kurikulumdan məlumatınız var. Bir səviyyə kimi bir suallar nədir? Mən sizə verim, siz də burada SMS şəklində cavablandırın. Zəhmət olmasa bura bir dənə salam yazın. Görüm SMS düşür. Hə, SMS düşür. Google Meet-in SMS bölməsinə gəlin, zəhmət olmasa. Aha, SMS bölməsinə gəlin. Gəlin ümumi sual-cavab edək kurikulumdan. Dərsimizin müddəti 1 saatdır. Bəli, dərsimizin müddəti 1 saatdır. Belə, başladıq müəllimlər, başladıq. Deməli, kurikulum dedik ki, təhsil proqramıdır, konseptual sənəddir, özündə deməli, təhsilin məzmunu, təşkili, qiymətləndirməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Düzdür müəllimlər? Kurikulum 6 prinsipi var. Kurikulumun deməli 6 prinsipi var. Mən bu 6 prinsipə aid sizə sual verim, siz də onu cavablandırın.
Deməli 6 prinsipi xatırladaq. Bəlkə yadından çıxan müəllimlər var. Bunlar hansılardır? Şagird yönümlülük, şəxsiyyət yönümlülük, nəticə yönümlülük, inteqrativlik, tələb yönümlülük və qiymətləndirmə. Bunlar kurikulumun prinsipləridir. Yaxşı müəllimlər, şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi nə adlanır? Hansı prinsipdir? Prinsipdir. Bəli, bu qiymətləndirmədir. Tamamilə doğrudur. Şagirdlərin nailiyyət səviyyəsinə, təhsil alanların, təhsil verənlərin yox ha. Testdə təhsil verənləri görsəniz səhvdir. Çünki qiymətləndirmə prinsipi şagirdlərin nailiyyət səviyyəsinə qoyulan tələbdir ki, biz bunu nə vasitəsilə ölçürük? Nəyin vasitəsilə biz ölçürük dərslərdə? Şagirdlərin qiymətləndirməsini hansı vasitələrlə biz qiymətləndiririk? Summativ, bəli, formativ və summativ, formativ vasitələr deyirəm və diaqnostik, bəli, tamamilə doğrudur. Summativ, formativ və diaqnostik bu qiymətləndirmə vasitələri ilə biz şagirdləri deməli qiymətləndiririk. Tamamilə doğrudur. Müəllim öz fənnini digər fənlərlə inteqrasiya edir. Bu hansı? Yəni bəli, inteqrativlikdir. İnteqrasiyanın neçə növü var? 3 növü var. Biz bunu bilirik hər birimiz. Fən daxili, fən üstü, fənlər arası. Bu fən üstünə trans inteqrasiya da deyilir və bu inteqrasiyanı testlərdə asanlıqla tapa bilirsiniz. Biraz çətinlik olan fən daxili inteqrasiyadır ki, orada onun şaquli üfüqi növləri var. İndi mən sizə sual verim. Siz deyin ki, şaquli bu hansı inteqrasiya növünə aiddir? Aydındır? Başlayaq. Hər hansı bir fənnin daxilində alt standartların deməli siniflər üzrə əlaqəsini əhatə edir. Alt standartın siniflər üzrə. Siniflər üzrə dediksə, burada nə olacaq? Bəli, şaquli inteqrasiya olacaq. Tamamilə doğrudur. Yaxşı, bu hansıdır? Müəyyən bir sinifdə fənnin məzmun xəttlərinə aid alt standartlar arasında əlaqəni deməli əhatə edir. Bəli, bu da üfüqi inteqrasiyadır. Üfüqi inteqrasiyada sinifdə olur da. Yəni 6-cı sinifdəsə 6-cı sinifin mövzularını inteqrasiya edir fən daxili. Daha 7-yə getmir. Aşağıya düşmür. Üzr istəyirəm, 5-ci sinifə düşmür. Aydındır? Yaxşı. Öyrənmənin həyatla da əlaqələndirilməsi trans inteqrasiyadır. Buna fən üstü inteqrasiya kimi biz bunu tanıyırıq. Müəllimlər, əgər situativ suallarda problemin həlli verilibsə, məsələn deyilir ki, problemin həlli hər hansı bir problemin həllinin tapılması şagirdə tapşırılır. Burada hansı inteqrasiya növləri var? Hər hansı problemin həlli deyiriksə, burada yadınızda saxlayın müəllimlər. Hər hansı bir problemin həlli zamanı, hər hansı bir layihənin həlli zamanı, layihə işi zamanı şagird orada təkcə bir fənni inteqrasiya etmir. Şagird orada bir neçə fəndən olan bilik və bacarığından istifadə edir. Bəli, orada problem gördünüz, layihə gördünüz, müəllim bunları tapşırırsa, orada fənlər arası mütləq var. Fənlər arası mütləq var. Aydın oldu. Bunu yadınızda çıxartmayın. Çünki bir problemin, bir layihənin işlənməsi bu bir dənə fən daxili içərisində ola bilməz. Yəni burada mütləq fənlər arası inteqrasiya var. Yəni şagird digər fənlərdə olan bilik və bacarığından istifadə edir. Aydındır. Siz ən çox hansı inteqrasiyadan istifadə edirsiniz? Daha çox hansı inteqrasiyadan istifadə edirsiniz? Fənlər arası, fən daxili. Fənlər arası inteqrasiya eləmək ən çətindir, mən belə fikirləşirəm. O həyatla əlaqələndirmək daha maraqlıdır. Fən daxili da müəllim bu fən daxili eləmirsə, bu necədir, müəllim deyil də. Yəni fən daxilini mütləq etməli. Amma ən çətini mənə görə fənlər arasıdır. Məsəl üçün, mən fizikanı keçirəm. Fizikanı mən kimya ilə əlaqələndirim, riyaziyyatla əlaqələndirim, müxtəlif fənlərlə, təsvir incəsənətlə əlaqələndirim. Bu artıq yüksək peşəkarlıq tələb edir.
Mənə görə ən çətini fənlər arasıdır. Məsəl üçün, inşallah müsahibə mərhələsinə gəlin, orada soruşsalar ki, dərsinizi maraqlı keçmək üçün nə edirsiniz? Və yaxud da şagirdləri cəlb etmək üçün nə edirsiniz? Belə deyək də, başqa cür də ola bilər ki, dərsinizin məhsuldar olması üçün nə edirsiniz? Yəni, bu 3 dənə cümlənin hamısı mahiyyəti nədir? Dərsi maraqlı keçmək, düzdür? Dərsi maraqlı keçirilməsi də deməli, olur fənlər arası inteqrasiya. Aydındır? Belə, getdik müəllimlər. Bu qanundan sual vermirəm. Çünki qanunun videosunu göndərəcəm, baxacaqsınız. Həftənin 2-ci gününə hazır olacaqsınız. WhatsApp üzərindən deməli sual-cavab edəcəm, bir də situasiya işləyəcəyik. Aydındır? Müəllimlər, təfəkkürün hansı növləri var? Bəli, əlbəttə İlham müəllimə, fənlərarası inteqrasiya edən müəllimin özü hər tərəfli biliyə malik olmalıdır. Dayanmalı deyil. Bəli, 3 növü var: məntiqi, tənqidi və yaradıcı təfəkkür. Müəllimlər, təfəkkür nədir ümumiyyətlə? Təfəkkür dedikdə necə başa düşürsünüz? Nədir təfəkkür? Təfəkkür bizim beynimizdir, zəkamızdır, düşüncəmizdir. Baxın, mən indi sizlərə sual verirəm. Siz mənə sualımı cavablandırırsınız, düzdür? Və sizin artıq zəkanız başlayır, idraki fəaliyyətiniz aktivləşir. Düzdür, müəllimlər? Bəli, zəkanız başlayır işə düşməyə. Bəli, zəka bizim beynimizdir və mən sizə sual verirəm, təfəkkürünüz işə düşür. Aha. Sonra müəllimlər, təfəkkürün deməli növlərini dedik biz. Problemin sadə yolla həll edilməsi. Bu hansı təfəkkürün növüdür? Təfəkkürün hansı növüdür? Problemin sadə yolla həll edilməsi. Bəli, məntiqidir. Problemin sadə yolla həll edilməsi. Mikrofonlara görüntüyə nəzər edin, müəllimlər. Problemin səmərəli yolla həll edilməsi bu tənqididir. Yadınızda saxlayın. Problemin daha səmərəli yolla həll edilməsi tənqididir. Problemi daha fərqli yolla həll edilməsi isə, yəni heç kimə məlum olmayan daha fərqli metodlarla həll edilməsi isə bu olur artıq yaradıcıdır. Bəli, yaradıcı təfəkkür, yaradıcı mərhələ ən üstün mərhələdir. Çünki orada fərqli baxış var, yenilik var, dizayn var. Bəli, bu olur yaradıcı təfəkkür. Müəllimlər, ümumiyyətlə təfəkkürümüzü işə salmaq üçün düşünmə formalarımız var da, düzdür? Düşünmə formamız var. Məsələn, düşünmə formalarını mən sadalayım, sizin də yəqin yadınıza düşər. İnduktiv düşünmə var, deduktiv düşünmə, divergent, konvergent, sistemli düşünmə, verbal, analoji, qeyri-verbal, məntiq xətaları var, ardıcıl düşünmə. Bunlar hamısı nədir? Düşünmə formalarıdır da, düzdür müəllimə? Yəni, bu düşünmə formaları ümumiyyətlə nə üçün lazımdır? Bu düşünmə formaları onun üçün lazımdır ki, bizim təfəkkürümüzü inkişaf etdirsin. Əgər siz uşaqların düşünmə formasını bilsəniz, onların onda təfəkkürünü inkişaf etdirə biləcəksiniz. Məsəl üçün, elə uşaq var ki, elə danışır, danışmağı sevir, səsli düşünür, düşündüklərini gözlərindən oxumaq olur, səsli düşünür, düzdür? Bəli, bu verbaldır. Elə uşaq da var ki, deyir, yox, mən ancaq ver hesablayım, nə bilim, çəkim, çertojdan işləyim. Bəli, bunlar isə qeyri-verbaldır, səssiz düşünmə. Müəllimlər, insanın içində də biz bax bir də gün ərzində nə qədər öz içimizlə, daxilimizlə danışırıq, düzdür? Daxilimizlə elə bir sanki ikinci mən oturub orada daxilinizdə. Daxilinizdə ikinci mən oturub və o sizi həm dinləyir, həm istiqamətləndirir. Bəzən də yoldan çıxarda bilər, səhv yola yönəldə bilər. Bunların hamısını, bəli. Bu da nədir? Daxili səsdir, bəli. Maraqlı deyil müəllimlər, həqiqətən. Elə bilirsən ki, daxildə kimsə oturubdur. İnanın müəllimlər, mən bu yaxınlarda bir psixoloqla həmsöhbət oldum. Deməli,
psixoloqla həmsöhbət oldum. Bir müəllim yoldaşım idi. Yoldaşımın tanışı idi. Biraz bir 10 dəqiqə oldu. Dedim, yox, mənimlə danışmayın. Adamı necə o psixoloqlar aparır o dünyaya? İnanın ki, başqa dünyaya aparır. Onlar necə bilirlər o metodları, insan aləmini, ruhları, nə bilim. Dedim, yox, sən Allah heç nə istəmirəm, mənə dəymə, qalmışam belə. Bilirsiniz nə hiss eləyirdim? Elə bilirdim ruhum bədənimdən çıxacaq. 10 dəqiqə, 15 dəqiqə söhbət elədi. Dedim, sən Allah dəymə, qoy işimi görüm. Yox, ruhlardan danışmır. Yox, deyir psixoloq. Ruhlardan psixoloq bilirsiniz necə? O qədər yaxşı bir bilirlər də, metodikasını bilirlər. Metodikasını bilirlər. İnsana elə təsir edirlər ki, elə bilirsən ruhunu sirkələyir. Amma müalicəvidir də, çox yaxşıdır. Mən tövsiyə edərəm. İndi mənim vaxtım yoxdur, amma psixoloqa getmək müəllimlər, ümumiyyətlə hər kəsin ehtiyacı var. Biz indi bəzən qəribə baxırıq, o nə oldu, niyə psixoloqa getdi? Amma balacadan tutmuş böyüyə qədər hər kəs psixoloqun yanına getməlidir. Bəli, dərinlərə gedirlər. Elə bil ki, siz müəllimlər necə öz ixtisasınızın dərinliyini bilmirsiniz. Onlar da insan ruhunun dərinliyini bilirlər və həqiqətən də fərqli. Mən heç vaxt psixoloqla söhbət etməmişəm. Məktəbimizdə psixoloq var, yəni məktəbdə psixoloq var. Onlar o dərəcədə inkişaf etməyib də. Amma məsələn demirəm, yaxın bir tanışımın rəfiqəsi idi. Bir həmsöhbət olanda, ay Allah, dəhşətli bir şeydir həqiqətən. Tövsiyə edirəm, hər kəsə tövsiyə edirəm. Ehtiyac var, ruhunuzun dincəlməyinə çox ehtiyac var. Bəli, bəli, hər hərəkətin səbəbini. Onlar hətta o qayda deyir ki, mən hətta bir insanın intihar etməyinin qarşısını almışam. Ona şəkillər verir, çəkir, nə bilim, nə edir. Deyir, mən o şəklin hansı hissəsindən şəkil çəkməyə başlayırsa, mən deyir, artıq bilirəm ki, onda nə problem var. Sonra nəsə deyir, gözləri yum, neynə, görsən, uşaqlıq xatirələrini aparır səni. Deyir, şeydir, bax ki, o qapıdan girdin, səni kim qarşılayır? Məsələn, o həmin adam, o intihar etmək istəyən adam qayıdır, deyir ki, mən heç nə, bir divanda nəsə gördüm. Ay, mənimlə dəhşət idi, qoymadım ki, danışmağa. Yox, falçı deməzdim onlara, yox, qətiyyən falçı deməzdim. Bax, görürsünüz müəllimə, siz pedaqoq olaraq psixoloqa falçı deyirsinizsə, görün indi o bir savadlar nə deyəcək? Onlar spiritualistlərdir onlar. Hə, həqiqətən də. Onlar altına inə bilirlər və keçmişlə bağ qura bilirlər. Mən də onlardan tam yüksək levelda deyiləm, amma mən də edirəm ki, onlar şüuraltı insanı şəfalandırır. Mən onu siz düz deyirsiniz. Elə bil ki, keçmişlə gələcək arasında o əlaqəni yarada bilirlər. Uşaqlıq illəri. Mən demirəm, qorxdum, dedim sənə. Əlinə zələ getməsin deyil. Qiymətini müəllimlər, valla bilmirəm, o seanslarla nə bilim, baxa problemlə. Kim istəsə o nömrəni verərəm. O adam nömrəsini bilirəm. Amma çox yaxşıdır da müəllimlər. İnansınız, adam ruhu dincəlir. Xüsusən biz müəllimləri, mən sizə bir şey deyim. Bizim ona çox böyük ehtiyacımız var. Nəyə görə? Mən indi qanun dərsi də keçirəm də. Deməli, kimlər ki, məktəbdə direktor, müavin təşkilatçı olmaq istəyir, həmin müəllimləri o vəzifəyə də hazırlayıram. Burada məni bir çox müəllimlər tanıyır. İndi bu qrupum kurikulumik və sertifikasiya üçündür. Amma bu kurikulum qrupundan direktor, müavin və təşkilatçılar hazırlaşan müəllimlər kurikulum tərəfindən faydalana bilər. Bax, orada mən məcəllə keçirəm. Məcəllədə deməli əmək məzuniyyətləri var. Əmək məzuniyyətləri minimum bizim qanunlara əsasən 21 gündən başlayır. 21 gün, 30 gün, sonra 42 gün, 35 gün, 46 gün, hərbiçilər 46 gün ən çox məzuniyyəti alan müəllimlərdir. Düz 56 gün. Yəni zehni gərginlik tələb edən peşələrin sahibləri 56 gün alır. Sizcə biz nəyə görə bizə dövlət 56 gün verir? Ümumiyyətlə hər hansı bir peşəyə məzuniyyətin verilməsi bu sırf müəllimə axşamınız xeyir, bağışlayın sözünüzü kəsdim xanım. Samirə müəllimən qrupuda birinci gündür qoşulan, yəni biz qoşulmuşam da. Bəli. Oldu, çox sağ olun. Siz də sağ olun. Bizə ona görə 56 gün veriblər ki, bu hər ölkədə belədir, məzuniyyətin müddəti. Bizim beynimiz dincəlsin, ruhumuz dincəlsin. Bəli, müəllimə. Belə getdik.
Getdi. Müəllimə, onlar da çal vereyim, axşamınız xeyir olsun. Axşamınız xeyirli olsun. Müəllimə, məsələn, başqa Eləyir, onlar sahələrdə olur. Necə? məzuniyyətdən söz düşmüşkən, başqa sahələrdə öz hesabına məzuniyyət götürmək var da. O müəllimlərdə də var. O fərqi yoxdur. Hər işdə var. Ödənişsiz məzuniyyət hamıda var. Hər işdə var. Onun fərqi yoxdur. Müəllim işləyirsən, texniki işləyirsən, həkim işləyirsən, onun fərqi yoxdur. Hər sahədə var. Müəllimə, Bəli. indi bu qrupdan məsələn mən çıxıb başqa kimya qrupuna qoşulsam, sonra bunun video çarxı göndərilir qrupa. Yazıram müəllimə, narahat olma. Hə, onda mən icazə verirsiniz də o kimya qrupuna dərsə qoşulum. Gedin. Oldu, yaxşı. Sağ olun, hamınıza zehin açıqlığı arzu edirəm. Sağ olun, var olun. Baxın, mən ona görə dərsimi saat 10-a salıram ki, əslində mənə 10 gecdir. Ki, bu 8-dən 10-a qədər müəllimlər ixtisas dərslərində olur. Mən məcbur oluram ona salmaq istəyirəm. Bu sizə görə eləyirəm ki, rahatlıqla iştirak edə biləsiniz. Sonra deməli müəllimlər, biliyin növləri. Bilik nədir ümumiyyətlə? Bilik nədir ümumiyyətlə? Bilik dedikdə nə başa düşürsünüz? Müəllimə, bu bizim ilk dərsimizdir. Yəni mən evə tapşırıq verirəm ki, mən sual-cavabı əlavə olaraq edirəm. Yəni video yazıları göndərəcəm, əsas sual-cavabı mövzuya aid. Çünki tapşırıq verməliyəm, ondan sonra sual-cavab. İndi ümumi sual-cavab edirəm. Bilik bizim əldə etdiyimiz informasiyalardır. Bizim əldə etdiklərimiz həqiqətlərdir. Bizim əldə etdiklərimiz prinsiplərdir. Hansı ki, o obyektiv olmalıdır. O biliklər subyektiv olmalı deyil. Yəni, obyektiv olmalıdır. Və biliyin 4 növü var. Faktoloji, konseptual, metakognitiv və prosedural bilik. Aydındır. Yaxşı, indi müəllimə, gəlin mən sizə sual verim. Siz deyin ki, o biliyin hansı növünə aiddir? Hansı növünə aiddir? Məsəl üçün, bir dəqiqə, faktoloji biliyə deklarativ bilik də deyilir. Yəni, bir çox ədəbiyyatda deklarativ bilik kimi də görə bilərik. Məsəl üçün, müəllimlər, müxtəlif sənət sahələri, məsələn, müəllimlik, rəssamlıq, mühasibatlıq, bunlar nədir? Bunlar nədir, müəllimlər? Bunlar hansı bilikdir? Bəli, bunlar faktdır da, düzdür, termindir. Terminlər terminoloji biliyə aiddir. Terminlər, bəli, terminoloji biliyə aiddir. Terminoloji. Bir də var müəllimlər spesifik bilik, düzdür? Spesifik bilik isə o terminləri açır. Məsəl üçün, məsəl üçün nə deyək? Bir dənə, məsəl heca deyək, heca. Heca nədir? Termindir də, düzdür? Terminoloji biliyə aiddir. Amma hecaya aid bir tərif desək, sözün asanlıqla hecalara ayrıla bilən hissəsinə heca deyilir, düzdür? Bu artıq hecanın neynədir? Biz artıq hecanı ayırdıq. Bu onun xüsusiyyəti oldu, düzdür? Spesifik. Yəni, tərifi verirsə, bu artıq olur onun xüsusiyyətlərini sadalamaq. Bəli, bu oldu spesifik bilik. Faktoloji biliyin deməli 2 növ oldu, terminoloji və spesifik bilik. Bəs hər hansı biliklər arasında, bax o faktlar arasında, sonra faktlar arasında əlaqələndirmək, o bilikləri əlaqələndirmək. Məsələn, uşağa deyirsən, ismin tərifini deyə bilir, feilin tərifini deyə bilir. Amma bir dənə cümlə verirsən, deyirsən, bunun içindən ismi seç, feili seç, seçə bilmir. Tərifin deyir, ağzında tərifin deyir. Amma cümlə versən, içində nə feili, nə sifəti, bunları seçə bilmir. Deməli, anlanmır da, konseptual biliyi yoxdur. O, müqayisə edə bilmir, əlaqələndirə bilmir, fərqləndirə bilmir, müəyyənləşdirə bilmir. Əgər edə bilirsə, konseptual biliyi var. Aydındır? Uşaq var, gəlir, dərsə əzbər danışır. Sonra yarı saxlayırsan, sual versən, baxır sənə. Cavabı deyə bilmir. Çünki elə əzbərləyibdir. Mən elə bir insan tanıyıram ki, bir kitabı sizə əzbər danışar. Cümlə, vergüllə, nöqtəsinə qədər sənə əzbər danışar. Amma yarı kəs onu bir yerindən sual ver, bilməyəcək. Sadəcə
çox güclü göz yaddaşı var da. Elə bil ki, neynir müəllimlər? Yəni o mənim həyatımda elə insan tanımıram da. Yəni bir dənə o insanı tanıyıram ki, belə göyə baxır, göyə baxır. Elə bil ki, sanki kitabın cümlələrini görə bilir də. Və o kitabı belə çevirir, danışır kitab cümlələri ilə. Sonra kitabını elə bil ki, xəyalən vərəqini çevirir, təzədən oxumuş kimi. Siz də eləsiz? Mən elə deyiləm. Mən danışıram da, amma belə nə bilim o qədər 2 səhifəni maksimum danışım, 3 səhifəni. Daha mən o boyda bir dənə kitabı danışa bilmərəm. Hə, əzbərləyir, əzbərləmək qabiliyyəti var. Sonra insan özünü tanıyır, özünə bələddir. Bilir ki, hər hansı bir özü üçün strategiya qursa, hansı metoddan istifadə edə bilsə, o uğur qazanacaq. Bilir ki, axşam hamı yatandan sonra oturub bir 50 dənə test işləsə, sertifikasiyada yüksək bal toplayacaq. Metakognitiv biliyi var, miqdə yüksək bal toplayacaq. Yox, elə hamı ilə bərabər yıxılıb yatırsa, hamıdan gec durursa, elə o başqalarının uğurlarını elə izləyəcək, özü qalacaq kənarda. Bəli. İnsan özünü tanımalıdır, bilməlidir. Məhsuldar saatları hansıdır, məhsuldar günləri hansıdır? Aha, bəli, bu metakognitiv bilikdir, düzdür? İnsan var xəstədir, bilir ki, bu qida ona olmaz. Amma ağlı o qədər kəsir də, götürür onu yeyir. Sonra da düşür həkimlərə. Amma insan var ki, bilir ki, bu qida ona olmaz. Özünü canlı qoruyur, ona görə hamıdan sonra ölür. Belə müəllimlər, gəlin indi biraz da Bloom taksonomiyasından sual-cavab edim. Bloom taksonomiyası deməli 6 mərhələdən ibarətdir. Bloom taksonomiyası deməli 6 mərhələdən ibarətdir. Bunlar hansılardır? Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Bunlar Bloom taksonomiyasının deməli mərhələləridir. İndi müəllimlər gəlin biraz ən çox imtahanlarda bu Bloomdan düşür, Bloom taksonomiyasına. O da niyə? Onun səbəbini deyim. Çünki biz təlim nəticələrini Bloom taksonomiyasının feillərinə əsasən yazırıq. Yəni biz orada sadədən mürəkkəbə doğru biz o Bloom taksonomiyasının deməli feillərindən faydalanmalıyıq. Biz təlim nəticəsi yazanda uşaq görür, eşidir, bilir, bu cür feillər yazmalı deyil. Bəli, situasiyanı biraz çətin olur kurikulumda, xüsusən miqdə, elə sertifikasiyanı da valla çətinləşdiriblər. Ən asan elə birinci imtahanda olmuşdu. Keçən də çətin idi, xüsusən ingilis dillər çətin idi, riyaziyyat biraz asan idi. Sonra ondan qabaq Azərbaycan dili də çətin olub sertifikasiya. Amma ilk sertifikasiya ibtidailərin olmuşdu da, səhv etmirəmsə, su kimi idi də, çox asan idi. Həddindən artıq asan idi. Bir də nəyin imtahanı asan olur müəllimlər? Bu kəsilənlər ki, növbəti ilə qalırlara. Məsələn, keçən avqustun deyəsən 8-i vermişlər də. Orada su bilirsiniz, suallar bilirsiniz necə olur? Yəni ibtidai sinif şagirdinə ver, 2 dəqiqə həll eləsin, versin sənə. O səviyyədə olur. Amma nə olsun, yenə də 4000 dənə müəllim keçən işdən azad oldu, keçə bilmədi. 4000 müəllim. Belə, sonra bəli 4000 müəllim keçən il çıxdı. Nazir özü dedi ki, 4000 müəllimdən biz vidalaşdıq. Müəllimlər, gəlin biraz da vaxtımız var. Bu Bloom taksonomiyası daha maraqlıdır və vacibdir. O ilə sual-cavab edək. Yox, kəsilməzsiniz. Niyə kəsirsiniz? Əziyyət çəkən heç vaxt kəsilmir. Yəni mən öz həyatımdan da deyirəm, nə zaman ki zəhmət çəkirəm, hamıdan gec yatıb, hamıdan səhər tez dururam, mən onun bəhrəsini görürəm özdə yüksək səviyyədə. Əziyyət çəkirsinizsə müəllimə, onu mümkün deyil ki, onun bəhrəsini görməyəsiniz. Allah hər bir insanın zəhmətini dəyərləndirir. Müəllimlər, yaxşı, məsəl üçün deyirik ismin neçə halı var? Bir müəllim uzun yazmışdı, onu oxuya bilmədim. Şəxsimə yazarsınız, yaxşı müəllimə. Şəxsimə yazarsınız.
Bəli, məsəl üçün ismin neçə halı var, bu xatırlama mərhələsidir. Deyirsən düsturu yaz. Məsəl üçün hansı dövlət nə vaxt yaranıb? Bu faktdır da. Yəni bu şəklə baxır deyir bu kimdir? Yəni sən tutalım ki, rəsmə baxırsan, məsələn Üzeyir Hacıbəylinin şəklində tanıyırsansa deyəsən də, tanımırsansa, o faktı bilmirsənsə, xatırlamırsansa deməyəsən. Yəni bu xatırlama mərhələsi yoxdur. Deməli oldu nə? Xatırlamaq mərhələsi. Yaxşı, bu faktları müqayisə etmək, oxşar və fərqli cəhətlərini tapmaq. Bəli, bu isə olur anlamaq mərhələsi. Məsəl üçün müəllim bir dənə mətn oxuyur. Deyir ki, bunu öz sözlərinlə izah et. Mətn oxuyur, deyir, öz sözlərinlə izah et. Mətndir də, bəli, deyir, öz sözlərlə. Bəli, bu anlama mərhələsidir. Bir dəfə deyir ki, bu mətnə sənin münasibətin nədir? Sənin münasibətin nədirsə, deməli sənin dəyərini, sənin qiymətini soruşur, düzdür? Bu qiymətləndirmə mərhələsidir. Bəli, müəllimə, bu qiymətləndirmə mərhələsidir. Birdən desə ki, bu əsərdə müəllif nə demək istəyir? Artıq sənin fikrini yox. Artıq deyir ki, gör sən mətni oxumusan, o qədər onu təhlil etmisən ki, sən müəllifin nə demək istədiyini bilirsən. Bəli, bu təhlil mərhələsidir. Bu təhlil mərhələsidir. Tamamilə doğrudur müəllimlər. Sonra, məsəl üçün, yeni bir plan qurmaq, yeni bir məsəl üçün, marketinq planı qurmaq, layihə planı hazırlamaq, yeni sözlər yazmaq, təkliflər planı hazırlamaq, yeni təklif, bu nədir? Yaratmaq mərhələsidir. Məsəl üçün, ekoloji problemlərin həlli üçün bir layihə hazırlansın. Məsəl üçün, Sabahın alimləri müsabiqəsi var, müəllimlər, yəqin ki, bilirsiniz də, bizim respublikamızdan da qalib olan nə qədər şagirdlər var. Məsəl üçün, orada deyirlər ki, yeni layihələr gətirin. Orada görün nə qədər uşaqlar gedirlər, yeni layihə gətirirlər, yaradırlar da müəllimlər. Mən özüm öz fənnimdən 2 uşağı aparmışdım. İkisində də respublika turuna qədər getdi. Respublika turunda biraz tanışlıq deyim, biraz nə deyim, nəsə keçə bilmədik. Halbuki nazir gəlib özü bəyənmişdi də bizim o işimizi. Uşaqlarımızın işini çox əla bir işləri var idi. Baxırsan ki, heç yaradıcı uşaqlarımız çoxdur, həddindən artıq çoxdur. Sadəcə onlara şərait lazımdır. Elə ki, bir dənə Amerikaya gedə bilmədik də. Əgər biz respublika turunda olsaydıq, Amerikaya gedəcəkdik, orada dövlət hesabına. Bir dənə ora gedə bilmədik. Siz təsəvvür edin ki, elə bir insan getdi ki, orada elan edirlər ki, siz qalib oldunuz, amma həmin uşaq sevinmir. Elə bir ki, elə bilirdi də, bir adi qəbul edirdi. Nəysə, getdik. Gəlin biraz da fizika fənnindən. Sabahın alimləri müsabiqəsi fərqi yoxdur fizikada. Kimyada ola bilər, biologiyada ola bilər, sonra fizika, kimya, biologiya, coğrafiya, informatika, riyaziyyat. Orada riyaziyyatdan elə yaxşı gəlib yeni düstur deyənlər olurdu, fərqli yollar deyən olurdu. Onu isbat edirdilər. Müəllimlər, qiymətləndirmə meyarlarından da biraz danışaq, vaxtımıza var hələ. Qiymətləndirmə meyarları şagirdlərin nə gözlədiyi, bilik və bacarığı necə qiymətləndiriləcəyi barədə bizdə təsəvvür yaradır. Yəni biz elə bir meyar seçməliyik ki, şagirdin bilik və bacarığını qiymətləndirə bilək. Düzdür? Və biz bunun üçün rubriklərdən istifadə edirik. Rubrik bilirsiniz nədir? Hə, müəllim, həqiqətən adamı həvəsdən salırlar. Bax, məsəl üçün, mən sonra növbəti dəfədə apardım, sonra gördüm, yox, iş apardım, mənası yoxdur, dedim, daha iştirak etməyəcəm, getmədim iştirak etməyə. Deməli, rubrik cədvəldir də, adi cədvəldir.
Bəli, rubriklər orada cədvəldir və biz orada meyarları qeyd edirik, səviyyələri qeyd edirik. Meyarlar üzrə səviyyələri qeyd edirik. Bəli, adi cədvəl, rubrik adi cədvəl. Rubrik sözünüzü gördünüz, özünüzü təlaş etməyin. Bəli, orada analitik, holistik daha sürətli qiymətləndirməlidir. Analitik isə daha gec olur. Yəni sən artıq təhlil edirsən də hər bir uşağı bir-bir. Holistik ümumidir, amma analitik isə sən tək-tək onları analiz edirsən. Aydındır? Meyarlar, müəllimlər, meyarlar şagirdlərin öyrənmə prosesinin əvvəlcə planlaşdırır. Yəni biz meyarları yazarkən şagirdlərin öyrənmə prosesini əvvəlcədən planlaşdırmış oluruq. Atacağam, narahat olmayın. Atacağam dərsin PDF-ini. Bu meyarları biz əvvəlcədən planlaşdırırıq da, düzdür? Əlbəttə əvvəlcədən planlaşdırırıq. Nəticədən planlama. Nəticədən planlama nədir? Yəni biz sonu əvvəlcədən bilirik və şagirdlərə elan edirik. Müəllimlər, heç təlim nəticəsini şagirdlərə elan edirsiniz? Təlim nəticəsini. Ümumi təlim nəticəsi yox. Ümumi təlim nəticəsi o səviyyələr üzrədir. O dərs ilinin sonunda olur. Necə elan edirsiniz? Hə? Təlim nəticəsini necə elan edirsiniz? Təlim nəticəsini lövhəyə yazmırsınız. Neyinirsiniz? Nəticəni lövhəyə yazırsınız. Ümumiyyətlə, açıq dərs anlayışı yoxdur. Mən bu qədər sənədlər keçirəm, dərslər oxuyuram. Açıq dərs, nümunəvi dərs, belə bir anlayış yoxdur. Müəllimin hər dərsi nümunəvi olmalıdır. Necə ki, rəsm əsərləri müəllimin, deməli, rəsm əsərləri rəssamın sənətidir. Dərsdə müəllimin əsəridir. Müəllim necə dərs keçəcəksə, yaratdığı əsər o cür olacaq. Pis dərs keçəcək, yaratdığı əsər bərbad olacaq. Yaxşı dərs keçəcək, peşəkarcasına dərs keçəcək, onun əsəri də əla olacaq, peşəkar olacaq. Biz nəticəni lövhəyə yaza da bilərik, şifahi də elan edə bilərik. Bəli, lövhəyə yaza da bilərik, amma lövhəyə yazmayıb şifahi biz onu planlaya da bilərik. Bəli, şifahi də deyə bilərik. Bəli, hər bir şagird müəllimin əsəridir, əlbəttə. Bir də görürsünüz ki, eyni sinifdir. Bir müəllimlə çox yaxşıdırlar, amma bir müəllimin gözləri görmək istəmir. Belə hallar da olur. Müəllim nə çox sərt, nə də çox mülayim olmalı deyil. Mənim orta məktəbdə bir riyaziyyat müəllimim var idi. Əlislam müəllim. Çox ciddi müəllim idi də, həddindən artıq. Biz koridorda onu o başda görəndə dəhlizdə yolumuzu dəyişirdik. Amma dərs vaxtı. Bir də görürsünüz, elə zarafat edirdi, adamın bütün ruhu dincəlirdi. Elə bilirdin ki, dərsə yeni gəlmisən. Yəni o bacarıqlar da yüksək səviyyədə idi. Ona görə biz onu çox istəyirdik. Həm qorxurduq, həm çox istəyirdik. Qorxmaq üstə gələk, çox istəmək böl ki. Yaxşı müəllimlər. Belə, indi biraz da nə sualınız olsa, siz verərsiniz. Bir 7 dəqiqə vaxtımız var. Mən cavablandıraram. Bu dərsin video yazısını həm YouTube kanalında paylaşacağam, həm göndərəcəm. Canlı dərsdə iştirak etməyən müəllimlər var. Onlar da baxarlar. Deməli, 2 mövzu verirəm, indidən göndərim. 2 mövzu verirəm. Kurikulumdan 2 mövzu ilə başlayaq. Çox vermək istəmirəm ki, hələ ki ilk dərsimizdir. Çatdıra biləsiniz. Haradaydı burada? Belə, 2 mövzu verirəm. Bu mövzunu oxuyursunuz müəllimlər. Yəni PDF-ini göndərdim. Video yazısını da göndərəcəm birazdan. Həftənin 2-ci günü sual-cavab edəcəyik. Sırf bu mövzuya aid, yəni qarışıq yox, sırf bu mövzulara aid sual-cavab edəcəyik və
Və testlər də göndərəcəm. Testlər. O testlərdə işləyəcəksiniz. Daha yaxşı nəticə toplamaq istəyirsinizsə müəllimlər, mən öz tövsiyəmi edirəm. Da siz uşaq deyilsiniz də, şagird deyilsiniz. Siz bilirsiniz ki, daha yüksək nəticə olmaq üçün tam 2025-də testləri də işləməlisiniz. Mən demirəm məhz oradan düşür, amma bir istiqamət verəcək sizə. Tam 2025 testi bir sizə istiqamət verəcək. Ümumiyyətlə dövlət səviyyəsində çox yaxşı olardı ki, necə ki bu DİM kitabları olur, fənlərə aid. Bir kurikulum kitabı da DİM səviyyəsində olsaydı, yaxşı olardı. İşləmisiniz lap yaxşı. 2025 yoxdur. O haqda da məlumat yoxdur ki, 2025 çıxacaq yoxsa yox. Yoxdur hələ bir məlumat. Hələ ki 2024-dən istifadə edirik. Dərsdən sonra PDF-i göndərəcəm. Kimdə kitab yoxdur, PDF-dən də oxuya bilər. Amma mənim özümün konspektlərim də var. Onları göndərdim. Video yazıları da indi dərsdən sonra göndərəcəm. Belə. İndi nəsə sualınız varsa, müəllimlər, buyurun. Eşidirəm sizi. Buyurun müəllimlər, sualınız var? Yox, mən demədim 2025 çıxıb. Deyirəm ki, bir müəllimə gedib bu gün 2024 almağa, deyib satışda yoxdur, bəlkə 2025 çıxdı. Müəllimə elə deyiblər. Yox, 2025 elə çıxmayıbdı. Sualınız yoxluğunda sağollaşaq müəllimlər. Gecəniz xeyrə qalsın. Həftənin 2-ci günə qədər, 2-ci gün ayın neçəsidir? 6 may. 6 maya qədər kim may kurikulum sürət qrupunda iştirak etmək istəyirsə, şəxsimə yazsın. Mən onu qrupa əlavə edəcəm. Sonra müəllim yoldaşlarınıza, müəllim kollektivinizə də məlumat verə bilərsiniz. Onlar da bu kurikulum qrupundan faydalana bilər. Hər birinizə uğurlar arzu edirəm. Aprel qrupumun müəllimləri var burada. Aprel qrupumun müəllimləri may qrupuna da daxil ola bilərlər. Mən o haqda onlara məlumat verəcəm. Təşəkkürlər müəllimə. Sağ olun. Siz də sağ olun. Yazın, şəxsimə yazın da müəllimlər. Belə burada yazmayın. Gülbəniz müəllimə, hamınız şəxsimə yazın. Birazdan hamınızı cavablandıracağam. Bir də ki, 6 maya qədər, deməli bugün 5-ci gündür də. 6 bazar 1. Çalışacağam bir ödənişsiz. Bu gün müəllimə 4-cü gündür bu gün. Ay, bu gün 4-dür. Hə, sabah 5-dir. Deməli bizim 5, 6 bazar 1, 4 günümüz qalıb da. Bu 4 gün ərzində çalışacağam ödənişsiz qrupda ümumi sual-cavab edim. WhatsApp üzərində sual-cavab edim ki, dərslərimizin nə formada olmağını daha aydın olsun sizə. Amma mövzularımıza aid sual-cavab artıq 6 mayda ödənişli qruplarda biz artıq davam edəcəyik. Belə müəllimlər, mən bundan sonraki dərsə gecikirəm. Yarısında artıq o bir qrupda dərsim olacaq. Oldu müəllimlər. Sağ olun, hələlik. Ürəklərdən göndərim sizə mən də. Hər birinizə uğurlar arzu edirəm. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm. Dəyər verən hər kəsə dərin təşəkkürümü bildirirəm. Elə müəllim var, sağ ol demir, çıxır. Bir sağ ol yazın. Sağ olun, var olun. Allah əziyyətinizi itirməsin. Hər zaman əziyyət çəkən, zəhmət çəkən valla onun bəhrəsini görür. Sonra deməsinlər ki, onun bəxti gətdi, bunun bəxti gətdi. Heç kim bəxtlə deyil, zəhmətlədir. Hər bir şey zəhmətlədir. Sağ olun, var olun müəllimlər. Gecəniz xeyrə qalsın. Sağ olun. Sağollaşmaq istəmir. O bir qrupda dərsim olmasa müəllimlər. Sağ olun, hələlik.